Salam dəyərli izləyicilər, bu gün artıq Pro Challenge-ımızın 6-cı gününü və həftəni yekunlaşdırdıq. Baxmayaraq ki, bu günləri çox ağır bir gün oldu ticarət üçün, amma təxminən $440 profitlə çıxdıq. Şənbə və bazar günləri ticarət etmirik, bazar açıq deyil, bazar ertəsi görüşmək ümidi ilə. Hər birinizi bir daha xoş gördük. Videoları yeni izləyənlər üçün kiçik bir təkrar edim. Məqsədimiz Pro Challenge-a sıfırdan necə keçmək olar, onu izləyicilərimizə göstərməkdir. Nəzərinizə çatdırım ki, 19 sentyabrda 100 minlik prop hesab aldıq və bu günləri isə ayın 26-sıdır. Geridə qalan 5 gündə biz $3000 profit elədik və hədəfimizin 50%-ni keçdik. Analizlərimizi eləmişik, 2 instrumentə baxırıq, Euro USD və XAU USD. Yaxşı bir giriş nöqtəsi yarandığı təqdirdə əməliyyatlarımızı açacaq. XAU USD-də belə bir short əməliyyat açılır. Biz indi təxminən bu nöqtələrə sell limit atacaq. Buranı keçdiyi təqdirdə sell pozisiyamız açılacaq. Gördüyünüz kimi buradan gəldi, böyük bir volatillik yaratdı buy əməliyyatına doğru. Çünki buranın keçdiyi təqdirdə shortu təsdiqləyəcəyini bütün bazar bilir. İndi izləyirik. Buranı keçsə əgər short pozisiyasına rahat girə bilərik. Amma görürsünüzmü, bazar necə də buy əməliyyatına doğru volatillik artdı. Biz buradan girsəydik, bazarın kiçik bir oyununa daxil olacaqdıq və o oyunda biz udzacaqdıq. Çox böyük bir ehtimal. Amma traderin bir səbri burada səhv addım atmamızın qarşısını aldı. Burada fikrimiz XAU USD-də qaldı. Euro USD-də çox gözəl bir pozisiyanı, giriş nöqtəsini qaçırtdıq. Amma pis olmağa ehtiyac yoxdur. Bazarlar hər birimizə yenidən imkanlar verəcək. İstəyirəm sizə göstərəm bunu. Çox gözəl bir giriş nöqtəsi idi. Təxminən burada 1-2 belə deyim, təxminən bəli 1-2 qazancımız var idi burada, amma eyb yox. Yenə də giriş nöqtələrimiz olacaq. Sadəcə olaraq fikrimiz qaldı qızılda, Euro USD-də gözəl bir vəziyyəti qaçırtdıq. Euro USD-də belə bir əməliyyatımız yarandı. Buradan sell əməliyyatına girəcəyik təxminən bu breakout olduğu təqdirdə. Hazır qalsın. Qırıldığı təqdirdə buradan break girəcəyik. Bəli, buradan short əməliyyatına girdik. Stop təxminən. Bu haya qoyaq. Tepemizi təxminən qoyaq. 166.96. 166.96. Təxminən tepemiz də buradadır. Bəli, hələ ki əməliyyatımız davam edir. Qarşıda biraz dəstəklər var. Biraz mənim üçün şübhəlidir. Ümid edirəm yaxşı olar, buradan dəstək alıb geri dönüş etməz. İzləyirik. Qiymətin burada buranda düşdüyü təqdirdə buradan bir dənə də short əməliyyat açacağam. Təxminən buradan. Bəli, burada yaxşı bir volatillik yarandı. Fikrimiz təsdiqləndi. Sadəcə gözləyirik bu şam bağlansın və növbəti şam da bizim fikrimizi təsdiqləsin. Təsdiqlədiyi təqdirdə
short əməliyyata girəcəyik. Artıq girə bilərik. Biraz pis yerdə girdik, amma eybi yox. Burada nəzərinizə çatdırmaq istəyirəm ki, birinci açdığımız pozisiyanın da stopun çəkirik bura. Bizim riskimiz 0,3%dir. 2 dənə əməliyyat açmağımıza baxmayın. Yəni ümumidən yenə də riskimiz oldu 3%. Birincinin də riskini çəkdim bura $105. Bu $150 da o bir pozisiyadan risk stopumuz oldu. Toplamda 0,25-ə düşdü riskimiz. Yəni bir pozisiyada mən 0,3%-dən artıq risk saxlamıram. Deyəsən stoplarımız vurulacaq, amma eybi yox. Uzun video olmamaq üçün videonu tez-tez dayandırıram. Şəffaf hər bir şey onsuz gözümüzün qabağındadır. Bəli, burada stopumuzu vursa əgər, burada çox gözəl buy əməliyyat açılır və biz də buradan buy pozisiyaya təxminən girəcəyik. Və girdik. Stoplarımız bağlandı və buy pozisiyaya daxil olduq. İkinci əməliyyatımızda da stopumuzu vurdu. Gözləyirik. İkinci dəfədir stopumuzu vurur, qayıdır. Olur belə şeylər. İzləyirik. Görək yeni bir əməliyyat açılsa daxil olacaq. Açılmasa bu günü belə sonlandıracaq. Qızılda belə bir pozisiya yarandı. Buradan buy əməliyyatına girdik. Məncə yaxşı bir əməliyyatdır. İzləyək, görək. Bu günlər nəsə bazar qeyri-müəyyəndir. Çox aldadıcı manevrlar edir. Bazarda olur belə şeylər. Əsas bizə lazımdır ki, psixologiyamıza, emosiyalarımıza sahib çıxaq və öz strategiyamızdan qırağa çıxmayaq. Öz yolumuzdan qırağa çıxmayaq, belə deyək, ticarətimizi davam edək. Buralarda biraz diqqətli olmaq lazımdır. Təxminən bura 4 saatlığın trend xəttinin dayağıdır. Buradan aşağı düşsə, onsuz da yəqin ki, burada haya dəyib, qayıtdı. O nəticəyə gəlir. Çox böyük reaksiya aldı. Gözlədiyimizdən çox böyük reaksiya aldı. Heyf. İkinci şamı gözləyirik. Təxminən buralara qalxsa, əla bir, çox gözəl bir take profit tutacaq bura qalxsa. Amma qalxmadı. Korreksiyanı çox böyük verdi. O biraz adamın şübhələndirir. İzləyirik, hansısa bir qərar alsam sizinlə bölüşəcəm. Burada istəyirəm ki, stop qoyum. Stopumuzu bura çəkəcəyik. Çünki artıq buranı keçsə, gözləməyin heç bir anlamı yoxdur. Bu da $472, yenə də zərərlə çıxırıq, amma eybi yox. Gözləyirik. Bu günləri çox yordu bu trade bizi. Ümid edirik ki, istədiyimiz nəticəni sonda alarıq. Bu günləri sizə sürpriz eləmək istəyirdim, ona görə biraz artıq risklərə getdim. Amma hələ ki, istədiyim vəziyyət alınmır. Xeyirlisin. Bəli, burada stopumuzu vurmaq istəyir. Çox güman ki, vuracaq. Artıq shorta hərəkət etməyə başlayıb.
Allatdı hamını. Yox, çox güman ki vuracaq stop. Amma stop qoyduğumuz yer çox kritik bir yerdir. Həqiqətən çox gözəl bir yerdir və orada da görürsünüz ki, işləyir. Çox güman ki vuracaq stopu, amma yəni yaxşı işlədi. Çalışdı. Volantillik çox artdı. Yaşıl şamdan bağlansaydı bəlkə biraz şansımız var idi. Amma bazar əlbəttə ki qeyri-müəyyəndir, bilmək mümkün deyil. Sadəcə bu analizlərimizdir. Analizlərimizi edirik. Çalışdığımız dərəcədə istəyirik ki, düz analizlər edək. Aha, stopumuz vuruldu. Aha. Bu günləri dostum yanıma gəldiyi üçün sizə daha ətraflı video çəkə bilmədim. Əvvəlcədən sizdən üzr istəyirəm buna görə. Sadəcə olaraq bugünkü əməliyyatlarımıza istəyirəm nəzər salaq. Bunların bəziləri ekran kaydı ilə çəkilib, bəziləri çəkilməyib. İstəyirəm bir dəqiqəlik vaxtınızı ayırın və üstündən belə deyim təkrar eləyək. 26 günü başladıq, 184-134 stoplarımızı çəkdik, orada stopumuzu vurdu. Ondan sonra 0,3%lıq bir dənə stopumuzu vurdu. Ardıcan 0,4%lıq xeyrimiz olub, profitimiz olub. Onun ardıcan kompüterdən aralanmışdım, stop qoymuşdum, lakin stopu tutmayıb. Bunu sizə belə deyirəm, nə qədər stop qoysanız belə nəzarət eləyin mütləq şəkildə. Mən bu Prop Challenge-da bu brokerlə ilk dəfədə çalışıram. Stopun çalışmamağı irad bildirdim onlara, yazdım. Amma artıq olan olub, belə deyim. Ardıcan biraz riska getdim. Baxa bilərsiniz 1400 belə deyim, bunu bağlanmaq üçün $1495. Ardıcan 55 dollarlıq bir dənə stopu çəkmişdim, onu vurdu. Əslində bu xeyirlə stopu vurmalı idi. Yenə də sürüşmə oldu deyənə, ona görə minus 55 ilə stopumu vurub. Ardıcan 250-260 dollar isə müsbət nəticəm olub. Dünən 49% idi, bugün artıq 54-56%-ə qaldırdıq. Davam edirik, 44%-imiz qaldı. Çox ağır bir gün oldu, çox yorulduq. Amma hər bir yorğunçuluq yaxşı bir bəhrə verir. İzlədiyiniz üçün təşəkkür edirəm.